ölkəmizdə 8 noyabr Zəfər günüdür. Həqiqətən də bu bizim üçün qürur, birlik və qəhrəmanlıq günüdür. Belə günləri biz daha çox dua etməliyik şəhidlərimiz üçün, bu gözəl vətənimiz üçün. Bugün, yəni 8 noyabr xalqımızın iradəsinin, şəhidlərimizin qanı ilə yazılan böyük qələbənin rəmzidir. Rəhbərimiz İlham Əliyev cənablarının apardığı güclü siyasət, iradəli siyasət və rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi o şücaət, o qəhrəmanlarımız qəni-qəni rəhmət eyləsin şəhidlərimizə və böyük qələbə qazandıq. Bu, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir əskərin, zabitin, xalqın səbir və dualarının bəhrəsidir. Həqiqətən də Qarabağ zəfəri təkcə hərbi qələbə deyil, həm də millətimizin ruhunun dilçəlişi, ədalətin bərpası deməkdir. O torpaqlarımız işğaldan azad edildi. O məscidlərimiz yenidən inşa edildi, bərpa edildi. Ona görə biz 8 noyabr fəxr edirik. Çünki tariximizdə bir daha sübut etdi ki, Azərbaycan xalqı heç vaxt boyun əyməz. Torpağını da, şərəfini də qorumağa bacarır. 8 noyabr Zəfər günü. Bugün torpaqlarımızın azadlığı şəhidlərimizin qanı ilə yazılmış qürur səhifəsidir. Bugün bir millətin dirənişinin, bir ordunun şücaətinin, bir xalqının duasının cavabıdır. Qarabağda dalğalanan bayraq şəhid qanını və xalq iradəsinin simvoludur. Ona görə ey qəhrəman vətən oğlu, bugün üçün sevin, çoxlu dualar eylə. Sənin addımların torpağa iz, ruhun tarixinə nur qoydu. Bu zəfər sənin, mənin, hər bir Azərbaycanlının qürrudur. Allah şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Həqiqətən də bugün 8 noyabr qürur günümüzdür. Şəhidlərimizə də daha çox dua etməliyik. İnsan vətəninin dəyərini, əmin-amanlığın dəyərini daha çox anlayır. Həqiqətən də dinimiz də vətən sevgisi, imanın, fitrətin və əxlaqın bir parçası sayır. Quranda və Peyğəmbərimizin hədislərində, yəni insanın öz torpağını, doğulduğu yeri, bir müsəlmanın yaşadığı diyarı sevmək və qorumaq İslamın ruhunda dərin şəkildə yer alır. Və bunun ən gözəl nümunəni əlbəttə ki, şəhidlərimiz o meydanda göstərdilər. Qazilərimiz, Allah onlardan razı olsun. Və ölkə rəhbərimizin apardığı uğurlu siyasət. Ona görə də belə günlərdə yaşamalı, yaşatmalı, evladlarımıza daha gözəl bunu aşılamalıyıq. Çünki Rəbbimiz də bunu buyurur. Quran-ı Kərimdə Allah Teala insanın doğulduğu və yaşadığı yerlə bağlı hisslərini təbii bir fitrət kimi göstərir. Allah Teala buyurur, əgər biz onlara, möminlərə öz yurdunuzdan çıxın desəydi, az bir qismi buna itaət edərdi. Nisa surəsi 66-cı aya. Bu aya göstərir ki, insanın yurdundan ayrılması çox çətin bir şeydir. Çünki vətən insanın kimliyi, xatirəsi və duyğularının mərkəzidir. Rəbbimizə həmd olsun ki, bizim də belə gözəl, əmin-amanlıq yurdu, vətənimiz var.